Salam müəllimlər, bu günlər sizə çox gözəl bir testin izahını verəcəm. Hansı ki, belə bir testlərdə siz çox diqqətli olmalısınız. Bu, taksonomiyalarla bağlı bir sualdır. Hansı ki, siz burada ilk öncə nə etməlisiniz? Taksonomiyaları, mərhələlərini ayrı-ayrıqda bilməlisiniz. İdrak taksonomiyasının mərhələlərini, sonra affektiv, emosional və yaxud da ona ünsiyyət də deyirlər. Bu taksonomiyanın mərhələlərini, bir də ki, psixomotor, hərəkət taksonomiyanın mərhələlərini mütləq ki, bilməlisiniz. Çünki belə bir sual düşəndə adətən çaşdırmaq üçün qarışdırırlar. Və siz ilk öncə test sizdən nəyi istəyir, ona baxıb sonra variantlara baxacaqsınız. İndi burada nəyə baxırıq? Ailə mövzusunda mətn qurun. Şagirdlərə belə bir tapşırıq verir müəllim. Ailə mövzusunda mətn qurun. Biliyin növünü, idrak və affektiv taksonomiyalarının mərhələlərini müəyyən edin. Və bunu MİQ və sertifikasiyada siz səhv etməyəsiniz deyə məsləhət görərdim ki, sizə verilən vərəqdə, A4-də siz ayrı-ayrı tez bazar idrak taksonomiyası mərhələlərində yazın, sonra emosional affektiv sahənin mərhələlərində yazın, sonra psixomotor taksonomiya mərhələlərində yazın. Elə çox vaxtınızı almayacaq. Lap elə oturan kimi test imtahan başlamamışdan öncə siz bunu edin. Çünki bu sual mütləq ki, belə bir şəkildə sual düşəcək. Yəni mən saldığım şəkildə düşməsə də bunun ətrafında dönən bir sual düşəcək. Ona görə də ora yazmağınız daha məsləhətdir ki, yəni gözünüzlə görəsiniz, həyəcanla unudub qarışdırmayasınız. İndi gəlin burada təhlil edək. Ailə mövzusunda mətn qurun. Ümumiyyətcə baxın, o fəaliyyət hissəsinə baxın və bilik hissəsinə baxın. Bilik hissəsi nədir? Ailə mövzusunda. Fəaliyyət hissəsi isə mətn qurun. Mətni qurmaq, yaratmaq artıq uşaq burada nə edəcək? Yaradıcılıqdan istifadə edəcək. İdrak taksonomiyasını yaratmaq mərhələsində olacaq. Və bu cür üçlü testlərin həllində mən qeyd etmişəm ki, həmişə fəaliyyət hissəsindən başlayaq testi tapmağa. Və biz də burada fəaliyyət hissəsinə baxırıq ki, burada yaratmaq var. Yaratmaq da hansı testlərimizdə var? D və Y variantlarında, burada variantları qeyd eləməmişim, yəni son ikisində var yaratmaq. Və biz burada nə edirik? Ailə mövzusunda uşaq nə edəcək? Mətn quracaq, yaradacaq. Yaratmaqdan ötürü də uşaq nə etməlidir? O mövzunu anlamalıdır da, düzdürmü? Onda bir müəyyən bir təsəvvür formalaşmalıdır ki, onları birləşdirsin, ondan bir mətn qursun, ortalığa çıxarsın. Demək ki, bu nə olacaq? Anlayacaqsa bu konseptual bilik olacaq və affektiv sahənin də hansı mərhələsi ola bilər? Affektiv taksonomiyada hansı mərhələlər var idi? Qəbul etmək, cavab vermək, dəyərləndirmək, təşkil etmək, xarakteriz etmək. Bu da ən uyğun nədir? Artıq şagird demək ki, cavab verir. Cavab vermə mərhələsindədir. İndi gəlin baxaq, adətən nəyə çaşırlar? O dəqiqə baxırlar, məsəl üçün, burada nə ola bilər? Ailə mövzusuna mətn qurur. Demək ki, burada prosedural bir yollar birdən dəyərləndirmək, cavab vermək və yaxud da konseptual tətbiq etmək, artikulyasiya. Burada artikulyasiya artıq siz avtomatik bilməlisiniz ki, bunu imdad abreviaturası şəklində də saxlaya bilərsiniz yadınızda. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbiiləşmə. Bu psixomotor taksonomiyanın mərhələləridir. Yəni, amma bizdən nə istəyir test? İdrak və affektiv sahəni istəyir. Bizdən psixomotor taksonomiyanı istəyir? Xeyr. Amma burada artikulyasiya psixomotor taksonomiya mərhələsidir. Və yaxud da D variantına baxsanız, konseptual yaratmaq dəqiqlikdə, dəqiqlik mərhələsi də psixomotor taksonomiyasında 3-cü mərhələdir. Yəni, onun mərhələsidir. Yəni, bu da bu testə uyğun deyil. Ona görə də həmişə diqqətli olun belə bir şeylərdə. Ola bilər ki, ən uyğun gələr, amma başqa bir taksonomiyanı verir. Hansı ki, testdə bizdən onu istəmir.